Salam əziz şagirdlər, hər vaxtınız xeyir. Mən Yaqut müəllim. Yenə də sizlə maraqlı bir mövzu üstündə danışmağa gəldim. Başlayaq mövzumuza. Lalə bağlayıcı yoxsa qoşma? Gəlin bunu dəyərləndirək. Uşaqlar, bilirik ki, lalə həm bağlayıcı, həm qoşma, həm feil düzəldən leksik şəkilçi kimi, həm də zərf düzəldən leksik şəkilçi kimi çıxış edə bilir. Hələlik leksik şəkilçilərə dəymirəm, hələlik onları mövzumun obyekti kimi götürmürəm. Başlayıram nədən danışmağa, bağlayıcıdır yoxsa qoşmadır. Bunların əsas məsələlərini. Uşaqlar, biz bilirik ki, əgər ilə lalə qoşmadırsa, bu zaman o ya vasitə ya da birgəlik mənasında işlənməlidir. Bunu sizlə zərf düzəldən şəkilçilə fərqləndirəndə də qeyd etmişəm. Demişəm ki, uşaqlar, ən bəsit yolu konkret bir sözün üzərinə artırıldıqda, bu zaman sən ona vasitə qoşması kimi yanaşa bilərsən. Məsələn, deyirəm ki, Aysu qələmlə yazdı. Aysu istifadə edib, bir vasitədən istifadə edib qələmlə. Və yaxud da Anar maşınla universitetə getdi. Maşından istifadə edib. Bunları götürəcəm nə kimi? Bir vasitə mənasında götürəcəm. Qoşma kimi. Ancaq laləni biz bir də mücərrəd bir sözün üzərinə artırırdıq, yadınıza gəlirsə. Məsələn, deyirəm ki, Aysu sevinclə dilləndi. Dillənən, danışan kimdir? Aysudur. Sevinç sözü nə olacaqdı bizim? Sevinç. C leksik şəkilçidir. Sevinç sözü bizim olacaqdı. Deməli, mücərrəd bir sözümüz. Bu zaman ilə laləyə siz nə kimi yanaşırsınız? Bu zaman siz ona zərf düzəldən şəkilçi kimi, leksik şəkilçi kimi yanaşırsınız. 2 nümunə yazmışam. 2 nümunənin fərqi bəsitdir və göz qarşısındadır. Qələm konkretdir, ondan bir vasitə olaraq istifadə elədim. Sevinç sözü isə mücərrəddir və onun üzərinə ilə laləni əlavə edib zərf düzəldən şəkilçi yaratdım. Yəni, leksik şəkilçi mövqeyində çıxış etdiyini gördüm. Necə, nə tərzdə sualına cavab vermiş olur. Bu bizim çox bəsit bir fərqləndirməmizdir. Çox adi, rahat bir fərqləndirməmizdir. Əvvəldə də qeyd etdiyim kimi, mənim əsas danışmaq istədiyim məsələ bu yox da. Mənim əsas danışmaq istədiyim məsələ bağlayıcı və qoşmanı fərqləndirməkdir, uşaqlar. Nümunə yazıram. Deyirəm ki, məsələn, Lalə ilə məsələn, Aysu gəldi. Bir də eyni cümləni təkrar yazıram, amma bir fərqlə. Aysu demək gəldilər. 2 nümunədir, 2 eyni nümunədir. Sadəcə tək fərqimiz olacaqdı gəldi və gəldilər hissəsi. Bunları çox vaxt uşaqlar belə bir ifadə səsləndirir. Deyir ki, müəllim, biz harda iləni və ilə əvəz elədiksə, bu zaman biz ona rahatlıqla deyəcəyik ki, bu bağlayıcıdır. Xeyr, uşaqlar. Harda əvəz elədiksə, biz buna rahatlıqla bağlayıcı deyə bilmirik. Baxmalıyam nümunəmə. Hər ikisində rahatlıqla dediyiniz kimi və ilə əvəz eləyə bilirəm. Amma biri bağlayıcı, digəri qoşmadır. Hardan bilirik? Sözümüzdən, xəbərimizdən. Xəbər əgər cəmdədirsə, biz bu zaman Lalə və Aysu deyərəkdən buna bağlayıcı kimi yanaşırıq. Xəbər təkdədirsə, bu zaman Lalə ilə Aysu gəldi. Yəni, bir vasitə məqamı, bir birgəlik məqamı ortaya çıxmış olur. Birgə gəliblər bunlar. Lalə gəlirmiş, Aysu da onunla bərabər gəlib. Bir birgəlik anlamı yaradır. Birincidə qoşma kimi dəyərləndirəcəksiniz, xəbər təkdədir. İkincinə xəbəri cəmdədir və bu zaman buna rahatlıqla bağlayıcı deyib və ilə də əvəz eləyə biləcəksiniz. Ümid edirəm, bu hissə sizdə aydınlaşdı. Başqa bir məsələ var. Məsələn, deyir ki, sən çıxdın qarşıma güllə, çiçəklə. Güllə, çiçəklə. Uşaq deyir ki, çıxıb da qarşısına. Güllə, gül və çiçəklə çıxıb qarşısına. Xeyr, yadımızda saxlamalıyıq ki, bu sadalama kimi olan nümunələrimizdə güllə çıxdın qarşıma, çiçəklə çıxdın qarşıma, duzla, çörəklə qarşıladın məni. Bu zaman ilə lalə bizdə bağlayıcı yox, gül və çiçəklə deməyəcəksiniz. Siz bu zaman ona bir mənalı şəkildə qoşma kimi yanaşmış olacaqsınız. Sən çıxdın qarşıma duzla, çörəklə.
Bağından dərdiyin güllə, çiçəklə. Deməli, burada sadalayırsan. Duzla, çörəklə, güllə, çiçəklə. Sadaladığına görə buna sən bağlayıcı yox, buna sən qoşma demiş olacaqsan. Yəqin ki, bu da aydındır sizin üçün. Daha sonra az öncə xatırlatdığım məsələ var idi, hansı ki, o vənin işləmə məsələsi. Uşaqlar, bəzən belə bir nümunə yazırıq. Testlərdə belə bir şey qarşımıza çıxır. Deyir ki, məsələn, Anar yazıq cümləmizi Azər ilə Ayseli dünən havalimanında qısa yazıram, qarşıladı. Şagirdlərimiz bəzən bir qaydanı bilir və onu ümumiləşdirib hər şeyə tətbiq etmək istəyirlər. Amma diqqətli olmalıyıq uşaqlar. Mənə deyirlər ki, müəllim, qarşıladı xəbəri təkdədir. Onda mən buradakı iləni qoşma kimi götürüm. Axı mən orada qarşıladı demişəm. Uşaqlar, birincisi deyim ki, buradakı xəbər həmin bu iləyə bir belə deyək də aslılığı yoxdur, bağlılığı yoxdur ondan. Yəni həmin o dediyimiz məsələyə aid deyil. Siz burada iki cür dəyərləndirə bilərsiniz. Həm qoşma, həm bağlayıcı kimi. Bir dəfə deyə bilərəm, düşünə bilərəm. Qarşıladı. Kim qarşıladı? Anar qarşıladı. Kimi qarşıladı? Azəri və Ayseli. Bu şəkildə düşünsəm, Anar tək qarşılayıbsa mən ona bağlayıcı deyəcəm. Amma bir də deyirəm qarşıladı. Kim? Kimi? Ayseli. Kim qarşıladı? Anar. Kimdən qarşıladı? Anar Azərlə getdi Ayseli qarşılamağa. Yəni iki başlı düşünəcəyim bir cümlədir. Tək şəkildə bağlayıcı və ya da tək şəkildə qoşma da deyə bilmərəm. Mənə test verirsə, ya fərqləndirici bir şey verməlidir. Fərqləndirici bir əlamətmi, bir məqam mı qeyd eləməlidir? Və yaxud da hansı hallar düşünülə bilər? O zaman da mən yazacağam ki, həm qoşma, həm də bağlayıcı kimi bu hissəni dəyərləndirə bilərəm. Yəni iki cür mən bunu çıxış elətdirə bilərəm. Birə-bir problemli cəhətimiz olmayacaqdır. Daha sonra başqa bir məqam. Məsələn, yazır ki, yol boyu ilə ağaclar əkilib. Əkilib. Nə əkilib? Ağaclar əkilib. Harayla əkilib? Yol boyunca əkilib. Yol boyu ilə əkilib. Bu zaman siz burada iləyə yenə də nə kimi yanaşmış olursunuz? Qoşma kimi yanaşmış olursunuz. Həm də sizdə, yəni və ilə də əvəz eləmək mümkün olmur. Vəni də onun yerinə qoyduqda bir-biri deyək də anlamsız bir hissə əmələ gəlir. Belə bir nümunə verdikdə rahatlıqla həmin nümunəni qoşma kimi götürə bilərsiniz. Yol boyu ilə, yol boyunca kimi də dəyərləndirmək olar. Hətta bu sualı bizə məsələn başqa bir versiyalarda da təqdim edə bilər. Burada dediyimiz kimi qoşmanı sinonimlərindən əvəz edirsinizsə, əgər sinonimlər yerinə tam olaraq otura bilirsə, əgər sinonimlərin işlənməsində bir problem, bir anlamsızlıq yaranmırsa, qoşma olaraq dəyərləndir. Əgər müəyyən qədər qüsurlar əmələ gəlirsə, digər yön daha ağır gəlirsə, o zaman isə bağlayıcı kimi də dəyərləndirməyi düşünə bilərik. Yəni məqamdan asılıdır. Cümlənin quruluşundan, cümlənin verilməsindən, sualın şəklindən bunların hər birinə birər-birə diqqət eləməliyik uşaqlar. Hər birini göz önündə saxlamalıyıq, daha sonra sualımızı cavablandırmalıyıq. Bu qədər ümid edirəm sizin üçün faydalı olur.